Deməli, vaxtınız xeyir, Günel xanım və təlim iştirakçıları, hər biriniz xoş gəlmisiniz. Mən Babayeva Xədicə, King Education Company MMC-nin baş nəziri Education platformunun təsisçi rəhbəriyəm. Bugünkü təlimimizin mövzusu təhsildə süni intellektdir. Təlimçimiz Abbasova Güneldir. Zəhmət olmasa təlimçimiz danışarkən mikrofonları bağlı saxlayın. Təlimçimiz sonunda hər birinizin sualını cavablandıracaq. Sözü çox uzatmadan verirəm Günel xanıma. Buyurun Günel xanım. Salam, axşamınız xeyir olsun, əziz müəllimlər, gənclər, həmkarlarım. Hər birinizi xoş gördük, axşamınız xeyir olsun. Ümid edirəm hər biriniz yaxşısınız. Bu arada keçmiş bayramınızı təbrik edirəm. Bugünkü, ümumiyyətcə ilk öncə özümü təqdim edeyim mən sizə. Mənim adım Güneldir, Günel Abbasova. 24 yaşım var və Azərbaycan dili ədəbiyyat müəllimiyəm. Eyni zamanda onlayn tədris mərkəzinin də sahibiyəm. Bundan əlavə bir sıra təlimlər keçmişəm və eyni zamanda belə deyək də, yəni onlayn şəkildə təlimlər keçmişəm. İnşallah qismət olsa əyani şəkildə də bir təlim planlaşdırıram. İlk öncə bilmək istərdim bizim aramızda say baxımından psixoloqlardırmı, müəllimlərdirmi, tələbələrdirmi, kimlərdir bilmək istəyərdim. Mən Kazımov Şahin Fikrətoğlu, Azərbaycan dili və ədəbiyyat müəllimi. Aha, lap yaxşı, lap yaxşı. Həmkarıq. Nə gözəl. Təbrik. Aha. Başqa bəs? Axşamınız xeyir Gülüm xanım. Mən Məmmədova Könül, pedaqogika müəlliməsi. Nə gözəl, lap yaxşı. Elə bir Xədicə xanım, biraz passivlikdir, hə? Yoxsa gedişatda düzələcək? Çox güman ki, düzələr. Yəqin ki, ilk olduğu üçün belə deyək, mahiyyət açıldıqca qoşular və yaxud vaxtla bağlı ola bilsin ki, kimlərsə uyğun deyil. Mən də sosial psixologiyada tələbəyəm. Nə gözəl, uğurlar olsun. Çox sağ olun. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Mən də bütün hamının bura yığılan kollektivin bütün bayramını təbrik edirəm. Xeyirli olsun. Mən Bakı Slavyan Universitetinin riyaziyyat və informatika müəllimiyəm. Təlimə qoşulmuşam. Amma bir şey demək istəyirəm Günel xanım, nədənsə mənim orada adımın baş hərfi görünmür. Baxıram, bəzi kollektivdə görünür, məndə görünmədi, bilmədim nədən oldu öyle. Mən onu bilmirəm, düzü, Xədicə xanım. Nədən olsun? Salam, axşamınız xeyir. Axşamınız xeyir. Mən Quluzadə Ömər, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında tələbəyəm. Nə gözəl. İxtisasım tarix və coğrafiya müəllimliyidir. Gec olsa hər kəsin bayramını təbrik edirəm. Neçə belə bayramlara. Axşamınız xeyir. Axşamınız xeyir. Mən Naxçıvandan qoşulmuşam. İngilis dili müəlliməsiyəm. Bu arada hər iki bayramını təbrik edirəm. Mən çox üzr istəyirəm. İkinci dəfə qoşuldum. Adımı, soyadımı demədim. Biraz fikrim qaldı mikrofonda ki, adım görünmədi o nöqteyi nəzərdən. Abuşova Təyyibə Məzahim qızı, Bakı Slavyan Universitetinin riyaziyyat və informatika müəllimi. Unutmuşdum adımı, soyadımı deməyə. Məmnun oldum hər birinizlə. Təlim sırasında da müəyyən suallarımız olacaq. Müəyyən şəkildə, aktiv şəkildə iştirak eləməyə çalışaq. Çünki aktiv şəkildə iştirak eləyəndə, debat aparanda, müzakirə aparanda özü də bilirsiniz ki, təlim həm maraqlı olur, həm yadda qalan olur. Yəni belə. Vaxt itirmədən başlayaq. Bugün ümumiyyətcə burada toplaşmağımız təsadüfi deyil. Bugün sizlə danışacağım mövzu əslində təkcə bir belə deyək, texnologiya mövzusu deyil. Bu bizim gələcəyimizin, düşüncə tərzimizin
və müəllim olaraq mövqeyimizlə bağlı bir məsələdir. Çünki biz elə bir dövrdə yaşayırıq ki, dəyişikliklər artıq sadəcə sakit yox, yəni çox sürətli, bəzən də gözlənilmədən baş verir. Dünən məsəl üçün bizə yeni görünən bir şey bu gün adi hala çevrilir. Sabah isə köhnəlmiş hesab olunur. Mən müəllim olaraq tez-tez özümə belə bir sual verirəm. Biz dəyişən dünyaya nə dərəcədə hazırıq? Məsəl üçün, kim özünü tam hazır hiss edir? Kim hiss edir ki, biz geri qalırıq, biraz geri qalırıq? Biz dəyişən dünyaya nə dərəcədə hazırıq? Kim cavablayar? Cavab olan yoxdur. Zəhmət olmasa sualınızı yenidən ünvanlayardınız. Biz dəyişən dünyaya nə dərəcədə hazırıq? Cavablamaq istərdim. Buyurun. Mən özümü təqdim edeyim birinci. Nərgiz Ramazanova, Bakı Slavyan Universitetinin Azərbaycan dil ədəbiyyat müəllimliyi üzrə birinci kurs tələbəsiyəm. Biz bəzi Avropa ölkələrindən süni intellekt mövzusunda geri qala bilərik, amma Azərbaycan Respublikası cazibə dəyişikliklərə nə qədər hazırdır, onu qabaqcadan demək düzgün deyil. Çünki cazibədəki dəyişikliklərlə, hansı dəyişikliklərlə qarşılaşacağımız mümkün deyil də, bilməyimiz mümkün deyil. Ona görə də dəqiq bir mövzu, hazırıqmı, hazır deyilmiyik, bunun cavabını dəqiq demək mümkün deyil. Bəli. Ümumiyyətlə bu sual təkcə bizim yox, bütün təhsil sisteminin qarşısında duran əsas sualdır. Çünki biz sadəcə dərs keçmirik, biz bir gələcək formalaşdırırıq. Bəzən dərs zamanı məsələn şagirdlərə baxıram, məsələn düşünürəm, biz onları hansı dünyaya hazırlayırıq? Bizim oxuduğumuz, öyrəndiyimiz, müəllimlərimizdən aldığımız bilik, məsəl üçün modeldə bugünkü şagird üçün nə dərəcədə kifayətdir? Çünki artıq bilik əldə etmək problem deyil. Problem o biliyi seçməkdir, anlamaqdır və düzgün istifadə eləməkdir. Bugün isə məhz həmin gələcəyi formalaşdıran ən güclü vasitələrin bir haqqında danışacağıq, yəni süni intellekt. Məhz burada, yəni süni intellekt anlayışı ortaya çıxır. Süni intellekt deyəndə çox vaxt insanlar qorxur. Elə bilirlər ki, bu insanı əvəz eləyəcək, müəllimi lazımsız eləyəcək. Amma mən bunu belə görmürəm. Mən süni intellekti müəllimin rəqibi yox, onun köməkçi kimi görürəm. Yəni demək olar ki, köməkçidən düzgün istifadə etməyi bacarmaq lazımdır. Süni intellekt əslində çox sadə bir məntiqə əsaslanır. O verilən məlumatları analiz eləyir, nəticə çıxarır və zaman keçdikcə daha ağıllı olur. İndi sizə bir şey göstərəcəm. Məsəl üçün, Xədicə xanım, zəhmət çevirə bilərik slaydı. Buranı keçək. Məsəl üçün, sırf bu hissəni mən oxuduqca siz də özünüzdə oxuyun. Müasir dövrdə gənclər müxtəlif sosial, psixoloji və texnoloji problemlərlə üz-üzə qalırlar. İnformasiya bolluğu onların düzgün seçim etməsini çətinləşdirir, sosial şəbəkələrin təsiri nəticəsində gənclər arasında müqayisə hissi artır. Bu da özünə inamın azalmasına səbəb olur. Bundan əlavə, texnologiyadan həddindən artıq istifadə ünsiyyət bacarıqlarının zəifləməsinə gətirib çıxarır, gənclər real münasibətlər qurmaqda çətinlik çəkir və daha çox virtual aləmdə vaxt keçirirlər. Digər tərəfdən təhsil və gələcək, karyera ilə bağlı qeyri-müəyyənlikdə gənclərin qarşılaşdığı əsas problemlərdən biridir. Bu vəziyyət onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Nəticə olaraq demək olar ki, müasir gənclərin problemlərinin həlli üçün düzgün istiqamətləndirmə, maarifləndirmə və psixoloji dəstək mühüm rol oynayır. Buranı oxuduq. Keçək indi o birisinə. Məncə, müasir gəncin ən böyük problemi özünü tapmaqdır. Çünki ətrafımızda o qədər çox təsir var ki, bəzən hansı yolun düzgün olduğunu seçə bilmirik. Sosial şəbəkələrdə hər kəs xoşbəxt görünür, amma bu həmişə həqiqət olmur. Bəzən insan özünü başqalarına müqayisə edir və elə bilir ki, geridə qalıb. Bu da insanın özünə inamını azaldır. Halbuki hər kəsin yolu fərqlidir. Digər bir problem isə texnologiyadır. Telefonlar həyatımızı asanlaşdırsa da, bəzən biz insanlardan uzaqlaşırıq. Dostlarla üzbəüz söhbət etmək yerinə saatlarla telefonda vaxt keçiririk. Məncə bu problemlərin həlli üçün gənclər daha çox özlərinə inanmalı və real həyatda daha aktiv olmalıdırlar. Bundan əlavə, texnologiyadan həddindən artıq istifadə ünsiyyət bacarıqlarının zəifləməsini gətirib çıxarır.
Gənclər real münasibətlər qurmaqda çətinlik çəkir və daha çox virtual aləmdə vaxt keçirirlər. Digər tərəfdən, təhsil və gələcək, karyera ilə bağlı onların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Nəticə olaraq demək olar ki, müasir psixoloji dəstək mühüm rol oynayır. Sizcə bunu şagird yazıb yoxsa proqram? Mənim bu oxuduğumu. Yəni bunlardan hansı süni intellektin mətnidir, hansı şagirdin mətnidir? Gənclərin asudə vaxtlarda nələrdənsə istifadə eləməyi və s. kimi məsələlər təbii ki, insan zəkasının məhsuludur. Orada deyildiyi kimi, yəni insanlar sosial şəbəkələrə, müxtəlif vasitələrə nə qədər çox önəm verirlərsə, təbii ki, onların digər təcrid olunmuş kimi olurlar artıq və düşünürəm ki, bu deyilən oradakı yuxarıdakı ifadələrdə o cümlədən onu təsdiqləyir ki, bu təbii ki, bu müasir dövrdə bizim gördüyümüz və müşahidə elədiyimiz bir situasiyalardır. Yəni onu hamı təbii ki, hal-hazırdakı dövrdə bilir və başa düşür. Doğru vurğulayırsınız, düzdür. Təbii ki, Məncə də deyilən ikinci zənglər. insan əməyinin nəticəsidir. Çünki emosiyalar hamısı orada nəzərə alınıb. Lakin birinci mətndə emosiyalar elə də irəlidə deyil. Yəni intellektual cəhətdən insanların fikirləri önəmlidir. Bəli, bəli. Sizin adınız necə oldu? Məmmədova Səma. Səma xanım. Aha. Səma xanım düz vurğuladı. Bəli. Baxın, mənim vurğulamaq istədiyim buydu. İki dənə mövzu var. Birinci mövzu, bir də ikinci mövzu. İkisinin də mövzusu müasir gəncin problemləri mövzusudur. Amma birini hal-hazırda bizim ən çox istifadə etdiyimiz də süni intellekt proqramı hansı proqramdır? Da istifadə edən, çoxluq istifadə edir də. Əsasən ChatGPT. Bəli, sırf bu ChatGPT-nin hazırladığı bir məlumatdır. Amma digər isə şagirdin hazırladığı bir məlumatdır. Yəni aradakı fərqi bir dənə dərindən baxanda, birində görürsüz necə dəqiqlik var, konkretlik var, düzdürmü? Amma ikincidə məncə, fikrimcə kimi ifadələrdən istifadə edərək ora emosionallığını da qatıb şagird. Yəni buradan məsəl üçün nə nəticə çıxarırsınız? Sizcə, yəni bu nə deməkdir? Təbii ki, süni intellektdə ifadə olunan fikirlər düşünməni, öyrənməni və s. kimi problemləri, qərar verməni insan zəkasının belə deyək də təqlid eləyir bir növ. Yəni bir növ onlara istiqamət verir, yönləndirir ki, hazır belə deyək, onun istədiyi maraq dairəsində olan fikirləri, amma digərləri isə ikinci olan insanların belə deyək də aşıladığı fikri isə təcrübədən və görünüşdən olanları müzakirə eləyir. Fikrimcə belədir. Bəli, düzdür. Belə deyək də, yəni biz artıq sadəcə əmrləri yerinə yetirən texnologiya ilə yox, öyrənən texnologiya ilə qarşı-qarşıyayıq. Bu isə təhsildə köklü bir dəyişiklik deməkdir. Bir anlıq məsəl üçün keçmişə qayıdaq. Bir vaxtlar müəllim danışırdı, şagirdlər dinləyirdi. Kitab da əsas mənbədir. Sonra texnologiya gəldi, internet gəldi, həyatımıza daxil oldu. Artıq məlumat əlçatan oldu. İndi isə yeni bir mərhələdəyik. Məlumat çoxdur, amma bunu düzgün istifadə edən azdır. Razısınız məsələn, mənim bu fikrimlə razısınız. İndi hal-hazırda məlumat çoxdur, amma bunu düzgün istifadə edə bilən insanlar çox azdır. Mən razıyam, çünki çox insan intellektual cəhətdən inkişafını çox da önəmsəmir. Çevrəsi ilə, mühiti ilə bağlı olaraq. Yəni çox da önəmsəyən insanların olmaması virtual cəhətdən korlanmaya gətirib çıxarır. Yəni bu səbəblə məncə haqlısınız. Düzdür. Məsələn, gəlin açıq danışaq. O cümlədən də Bəli, buyurun. O cümlədən də süni intellektin müəyyən müsbət cəhətləri var ki, təbii ki, onlardan da biri müstəqil tapşırıqları yerinə yetirmə texnologiyasıdır məncə. Bunun toplusudur. Yəni hər hansı bir şəxs müstəqil şəkildə və düzgün şəkildə öz belə deyək, zəkasına, fəaliyyətinə uyğun olaraq ondan düzgün istifadə edə bilər. Belə deyək, bir növ müstəqil öyrənmə metodudur. Bəli. Amma təbii ki, bundan düzgün şəkildə istifadə etmək lazımdır. Yəni gündəlik həyatımızda Instagram olsun, TikTok olsun və yaxud da bunlardan əlavə digər sosial şəbəkə proqramları olsun ki, yəni bunların hər birində müəyyən şəkildə insanların çata biləcəyi, insanların öyrənə biləcəyi bir çox məlumatlar var.
Amma Günəş xanım, dərslərin yarısı Danışdınız. bəli, buyurun. üzr istəyirəm. Belə bir məsələ var ki, insanlar ən çox ChatGPT-dən məlumatları toplamaq və yaxud da öz yazı üslubunu dəyişdirmək üçündür. Məsələn, rayon yerlərini deyim, ləhcə fərqlidir, dediyi sözlər, yazdıqları tamamilə fərqlidir. Bunu əhatəsində normal bir şey çıxarmaq üçün ChatGPT-yə yazır ətraflı olaraq. ChatGPT bunu ona verir və insanlar süni intellektə daha çox bağlanır. Bu da onların inkişafının qarşısını alır. Sadəcə insanlar inkişaf etməkdən ötürü əsasən də bu məsələlərdə daha çox kitab oxumalıdırlar. Süni intellektlə yanaşı. Yəni lazımsız məlumatları süni intellektdən almamalıdırlar. Lazımlar daha doğrusu. Kitabları oxumaq öyrənməlidirlər. Məncə də, Doğru. çünki rəqəmsal dünya bəzən Onlar mən mütaliə də bir şey- eləməyimizi əngəlləyir. Bəli, Olar, çox mən də haqlısınız. bir söz deyim. Bağışlayın, Buyurun. çünki sözü Buyurun, kəsdim buyurun. mən. Həmkarlarımın o cümlədən də sözlərinə qüvvət olaraq deyirəm. Deyir, bir bıçağı belə deyək, verirsən bir cinayətkarın əlinə, təbii ki, o cinayət törədir. Bir uşağın əlinə verirsən, cinayət törədə bilər. Amma eyni bıçağı verirsən, belə deyək də, həkimin əlinə, cərrahın əlinə, təbii ki, o insan xilas eləyir. Yəni, eyni vasitə, eyni alət müxtəlif nüanslara səbəb ola bilər. Yəni, bu süni Bəli. intellektdən olsun, digər sosial şəbəkələrdən olsun, təyinatı üzrə düzgün şəkildə istifadə olunanda daha gözəl olur. Nəinki mənfi yönlərə. Düşünürəm ki, bu belədir. Və hamı üçün də keçərlidir, Düzdür, olmalıdır. Düzdür. Bəli, haqlısınız. Yəni ki, biz belə açıq danışıq da, əgər biz əvvəlki metodlarla davam etsək əgər, şagird bizdən daha sürətli məlumat əldə edən bir cihazla rəqabət aparacaq. Bu mümkün deyil. Ona görə də biz rəqabət aparmamalıyıq, biz uyğunlaşmalıyıq. Bəzən belə düşüncələr də olur. Belə bir hətta fikir də yayılmışdı ki, texnologiya müəllimə əvəz eləyəcək. Yəni ki, robot müəllimlər olacaq artıq, müəllimə gərək qalmayacaq. Məsəl üçün, texnologiya müəllimi əvəz edəcəkmi? Sizcə? Məncə xeyr, çünki müəllimlər eyni zamanda tək bilik ötürməklə yetirmirlər, eyni zamanda tələbələrinin, şagirdlərinin emosional ehtiyaclarını da duyurlar. Bu səbəblə bu intellekt bacarmadığı üçün, yəni süni intellektlər bacarmadığı üçün mən bu fikirlə şəxsən razılaşmıram, çünki intellekt bunu bacara bilməz. Müəllimin qayğısına, müəllimin diqqətinə ehtiyacı olan tələbələr, şagirdlər var. Yəni buna görə bu fikirlə razı deyiləm. Bəli. Mən də bu fikirlə Təbii ki, qətiyyən razı deyiləm. Bəli. Texnologiyanın Bəli. çox faydaları var. Bəli, buyurun siz Təlim, danışın. təlim, tədris və tərbiyənin üçünü də bir yerdə yerinə yetirən təbii ki, varlıq müəllimdir. Və mən düşünürəm ki, robotlarmı və yaxud digər hər hansı bir müasir bir cihazlarmı onların üçün bir yerdə təbii ki, şagirdi ötürə bilməz. Sadəcə düşünürəm ki, o informasiyanı ötürə bilər və şagirdlər də ondan informasiya əldə edə bilər. Amma bunların üçün bu müəyyən dəyərləri bir yerdə qəbul eləmək təbii ki, müəllimə aiddir. Elədir. Sadəcə yardımçı qüvvə ola bilər. Elədir. Texnologiyanı istifadə edən müəllim istifadə etməyəndən daha güclü olacaq. Bugün müəllim təkcə bilik verən deyil, biz bilirik həm də istiqamət verəndir, yönləndirəndir, motivasiya edən bir şəxsdir. Süni intellekt isə müəllimin vaxtını məsəl üçün, yəni qənaət edir, vaxtına qənaət edir, işinə sistemləşdirir, imkanlarını genişləndirir. Süni intellekt dərs prosesinə biz daxil etməyə, əksinə öyrənməliyik. Onunla rəqabət aparmamalıyıq. Onu əksinə biz dərslərimizə daxil etməliyik. Məsələn, belə deyək də, bayaq bir nümunə çəkmişdim. Müasir gəncin problemləri, o bir hissə, məsələn, sırf o süni intellektin çıxardığı bir nəticə idi. O birisi şagirdin hazırladığı bir mətn idi. İndi gördünüz də hansında daha çox hiss var idi, hansında daha çox insan düşüncəsi hiss olunurdu. Ümumiyyətcə, mən dil ədəbiyyat müəllimi olaraq bunu xüsusilə hiss edirəm. Çünki bizim fənnimiz, Azərbaycan dil və ədəbiyyat fənni, sadəcə qayda öyrətmək deyil, biz bir düşüncə formalaşdırırıq, biz nitq inkişaf etdiririk, şagirdin daxili dünyasına toxunuruq. Süni intellekt məsələn şagirdə inşa yazmağa kömək edə bilər. Ona sinonimlər verə bilər, hətta struktur qura bilər, amma o şagirdin hissini, onun fərdi baxışını yarada bilməz. Yəni süni intellekt, Bəli, duyğularını ifadə edə bilməz.
bəli, texniki tərəfi gücləndirir. Müəllimi isə insani tərəfi gücləndirir. Burada əsas məsələ o balansdır. Biz bir həqiqətdə qəbul etməliyik ki, şagirdlər artıq süni intellektdən istifadə edir. Bəli, bəzən açıq şəkildə, bəzən gizli şəkildə. Məsəl üçün, biz indi bunun qarşısını necə ala bilərik? Yəni, əgər tələbə, şagird bunu, necə deyim, yəni ki, xüsusi bir məlumat almaq məqsədi ilə sırf belə deyək də, elə tələbələr var ki, məsəl üçün, deyək ki, universitetdə bir mövzu verirlər və bu mövzunun cavabını artıq girirlər orada axtarmağa. Elə tələbə var ki, tək universitetdən götürməyək də adicə. Elə test toplusundan götürək, məsələn deyirəm. Test toplusunda onun arxada olan cavabdan elə tələbə var ki, bilmir, o sualı bilmir, sadəcə öyrənmək məqsədi ilə baxa bilər. Amma eləsi var ki, köçürmək məqsədi ilə baxır. Yəni, birinin belə deyək, niyyəti pisdir, birininki yaxşıdır. O köçürməyin də özünün, belə deyək də, yəni, duruya çıxmaq kimi bir imkanı var da. Məsələn, elə tələbə var ki, həqiqətən də bu belədir, görmüşəm. Mənə də dedim ki, bəs müəllim, mən Doğruya baxdım. oxşar yalan. Bəli, mən baxdım, amma mən sırf köçürmək üçün baxmamışdım. Sadəcə cavabı tapa bilmirdim, baxdım və müqayisə elədim mənim öz tapdığım cavabla. Yəni mənim cavaba baxmağımın sübutu yəni budur. Mən köçürmək üçün baxmamışam. Tələbədən tələbəyə dəyişir də. İndi seçim bizimdir. Ya biz bu süni intellekti qadağan etməliyik uşaqlarımıza, ya da ki düzgün istifadəni öyrətməliyik. Və bilir ki, qadağa da heç zaman uzun müddətli həll olmayıbdır. Biz şagirdlərə öyrətməliyik nəyi? Sual verməyi, düzgün istifadə etməyi, nəticəni yoxlamağı. Çünki süni intellekt düzgün istifadə olunanda inkişafdır. Yanlış əgər yanlış istiqamətdə, yanlış yöndə biz onu istifadə etsək, bu artıq geriləmədir. Bu mövzuda ən vacib məsələlərdən biri də etikadır. Süni intellekt çünki hər zaman doğru deyil, hər zaman ədalətli deyil. Biz ona bir sual veririk, o ola bilər ki, o sualın cavabını yanlış da verə bilər. Tələbə də götürür, məsələn, sualın cavabını yazır, gəlir səhv çıxır. Yəni ki, o ona verilən bir məlumatla işləyir. Deməli, biz yazırıqsa əgər onun cavabını, biz onu yoxlamalıyıq, biz onu nəzarət eləməliyik. Bəzən şagirdlər bunun nəticəsində hazır cavabı o qədər öyrəşir ki, düşünməkdən artıq uzaqlaşır. Artıq düşüncə get-gedə geriləyir. Bu isə bizim üçün ən böyük təhlükədir elə. Artıq yəni o hazır şəkildə deyir ki, hə də müəllim tapşırıq verir, onsuz da evdə ChatGPT var da, evdə yazacağam mən bunu. Yəni artıq o elə şagird var ki, artıq o öyrəşibdir. Yəni heç o kitab üzü açmır evdə, ya da ki, müəllimin dediklərini gəlib bir evdə təkrar eləmir. Müəllim evdə məsəl üçün dərsdə tapşırıq verir, gəlir evə, evdə də gəlir deyir ki, evdə onsuz da telefon vardı, ondan baxıb yazacağam mən. Amma nəticəsində nə olur? Təbii ki, uşağa müəyyən şəkildə böyük bir təsir göstərir. Təhsilin məqsədi cavab öyrətmək deyil, düşünməyi öyrətməkdir. Yəni burada müəllimin rolu daha önəmlidir. Müəllim şagirdə sual verməyi öyrətməlidir. Eyni zamanda biz etik məsələləri də unutmamalıyıq. Mən bəzən belə bir sual verirəm. Əgər süni intellekt hər şeyi edə bilirsə, bəs müəllimə niyə ehtiyac var? Bayaq da vurğuladığım kimi, emosional cəhətdən ödəyə bilmir, tərbiyə eləyə bilmir. Yəni bildiyimiz kimi pedaqoqlarda təlim hər biri birlikdə birləşdiyi üçün bunlardan sadəcə təlim nəticəsini süni intellektlər verə bilər. Yəni bu yöndən bir şey verə bilər, 3 şeyi birdən verə bilmədiyi üçün əvəz eləməsi mümkünsüzdür. Bəli, çünki müəllim insan yetişdirir. Həmçinin əgər müəllimə ehtiyac yoxdursa, nəyə görə uşaqlar kitablardan öyrənmək əvəzinə süni intellektlərdən öyrənsin? Həmçinin süni intellekt də robot texnologiya vasitəsidir, kitabda oxumaq üçün bir vasitədir. Əgər müəllimə ehtiyac yoxdursa, uşağın məktəbə getməyə də ehtiyacı yoxdur. Evdə oturub kitablardan öyrənə bilər. Amma müəllim kitabla şagird arasında bir körpüdür. Şagirdin kitabda başa düşə bilmədiklərini müəllim onu emosional şəkildə, onun yanaşaca biləcəyi bucaqdan, anlaya biləcəyi bucaqdan başa salır. Amma süni intellekt bunu qavraya bilmədiyinə görə şagirdə başa sala bilməyəcək. Ona görə də süni intellektin müəllimi əldə etməsi mümkünsüzdür. Doğru. Bir formada başa sala bilər də. Süni intellekt konkret bir formada. Onun ikinci bir forması yoxdur və ya metodu yoxdur ki, o müxtəlif formada o şagirdə izah eləmə funksiyasını yerinə yetirsin. Belə düşünürəm. Mən belə bir şey deyə bilərəm ki, müəllim bir növ insanların üçün disiplin deməkdir. Çünki dünyada bir çox idmançılar var, yəni dünya çempionları var da, hər birinin öz idman məşqçiləri var.
Yəni bu o demək deyil ki, məşqçi olmasa bu çempion ola bilməz. Sadəcə o müəllim ona disiplini öyrədir. Daimi idmanda olmağı öyrədir. Məsələn biz hazırlığa gedirik müəllim yanına. Məsələn həftədə 3 dəfə müəllim vaxtları qoyur və biz ona tabe olub ora gedirik də. Amma bizdə müəllim yanına getməsək, desək ki, olsun da nə vaxt olsa öyrənərəm, baxaram. Amma onda da bizim işimiz heç vaxt düz gətirmir də. Çünki üzərimizdə baskı olmasa, biz onu hiss eləməsək, öyrənmirik, inkişaf etmirik. Bəli, bəli. Doğrudur. Müəllim Mən deyərdim ki, müəllim deməli motivasiya verir, ruhlandırır tələbəni, tələbəyə, şagirdə və yaxud da fərdi yanaşır. doğru Onu başa individual yanaşır. Bəli, hər bir şagirdin doğrudur. Yəni ayrı-ayrı xarakter xüsusiyyətləri var. Hər bir şagirdin müxtəlif təbiət yönümlülüyü və digər yönümlü xarakteri olduğu üçün müəllim onların hər birinə individual yanaşa bilir. Amma təbii ki, bu süni intellektdə bu düşünürəm ki, olmur. Dünyanın inkişaf eləmiş ölkələrində təbii ki, şagirdlərin bir çoxunun, hətta deyərəm 90%-nin planşetləri var. O planşetlərdən məqsəd odur ki, şagird əldə eləyə bilmədiyi müəyyən bilikləri orada dərsmi prosesində və yaxud evdəmi onu əldə eləsin. O təyinat üzrə olur və yaxud onlarda müəyyən limitlər qoyurlar ki, təbii ki, müəyyən sahələr üzrə daxil ola bilərlər. O cümlədən də süni intellektin də düşünürəm ki, yəni funksiyası o formada olmalıdır. Deyir, məsələn, ən yaxşı müəllim öyrədən müəllim yox, öyrənməyin yolunu öyrədən müəllimdir təbii ki. Düşünürəm ki, bunu da eləyən ancaq müəllim ola bilər. Yəni, süni intellekt yalnız və yalnız yardımcı və uyğun olaraq, istifadəyə uyğun olaraq imkanlar deməkdir. Məqsəd. Mən bir də deyərdim ki, bir də yəni mən bunu müdaxilə edərdim ki, yəni texnologiya ilə müəllimin birlikdə işləməsi daha gözəl nəticə verər. Çünki bu texnologiya elə bir şeydir ki, yəni bu uşaq sürətli nəyisə tez tapır, araşdırır, amma müəllim isə ona nə edir? İstiqamət verir, onu dərk eləyir, onu yönləndirir. Məncə ikisi bir yerdə işləsə çox gözəl nəticə verər. Bəli. Düzdür. Yəni bayaq da dediyimiz kimi süni intellekt ümumiyyətlə texnologiya müəllimin dostu olmalıdır. Belə deyək də, müəllim insan yetişdirir. Texnologiya məlumat verə bilər, amma o şagird dediyimiz kimi motivasiya verə bilməz, ona inam verə bilməz. Gələcəyin müəllimi texnologiyadan qorxmayan, onu istifadə edən, daim öyrənən bir müəllim olacaq. Amma insanı anlayan da müəllim olacaq. Və biz bir seçim qarşısındayıq. Məsələn, indi belə bir sual da verim ki, əgər məsələn deyək ki, siniflərdə böyük ehtimal ki, bir çoxunuz yəqin ki, məktəblərdə, universitetlərdə dərs keçirsiniz. Əgər sabah bütün şagirdlər deyək ki, süni intellektdən istifadə etsə, bütün fənlərdən və bütün mövzuların cavabları ancaq süni intellektdən çıxarılan nəticələr olsa, oradan çıxan məlumatlar olsa, siz dərsinizi necə dəyişərdiniz? Günel xanım, mən demək istərdim ki, bəzən olur ki, süni intellekt səhv məlumat verir. Yəni bir sualı veririk də, məsəl üçün orada qeyd edirik, hardasa düz verəndə biraz səhvlər də olur. Ümumiyyətcə müəllim pedaqoji prosesi tamlığı ilə yerinə yetirəndir. Necə? Yəni təlim, təhsil, tərbiyəni, eyni zamanda da psixoloji inkişafı tamlığı ilə yerinə yetirir. Süni intellekt isə, yəni bayaq müəllimələr qeyd etmişdi, kolleqalar, psixoloji belə deyək, inkişafı yerinə yetirə bilmir. O tələbələrə, şagirdlərə individual yaxınlaşa bilmir. Ona görə də yəni mənim öz fikrimdə indi bilmirəm necə qiymətləndirəcəklər kolleqalarım. Mən hardasa bir 80% deyim, süni intellektin, texnologiyaların, ələxüsus da şagirdlərin həyatına daxil olmasına mənfi baxıram. Niyə? Çünki hər hansı bir şagird süni intellektdən, texnologiyadan istifadə edərək belə deyim də, düşünmə tənbəlliyi yaradır, beynin işləməsində tənbəllik yaradır. Yəni, süni intellekt texnologiya hazırın nəzirini verir onların əlinə, belə deyim. Lazımdır ki, uşaq, şagird özü düşünsün, özü
belə deyək, analiz etsin. Əvvəllər yəni bizim vaxtımızda necə edirdilər? Düşünürdük, analiz edirdik, öz fikrimizi bildirirdik, nəticə çıxarırdıq. Amma indi şagirdlərin əvəzinə yəni süni intellekt nəticə çıxardır. Bu da bilinmir, doğrudur, doğru deyil. Ona görə müəllim üçün bəli, yaxşıdır. Yəni müəllim bilir onu necə istiqamətdə istifadə eləmək lazımdır. Məsəl üçün təbii ki, dərs vaxtı müasir texnologiyalardan slaydlardır, video görüntülərdir. Biz istifadə edərək uşağa öz emosiyalarımızla belə deyək, istifadə edib başa salırıq. Amma süni intellekt biz müəllimlərin edəcəyini edə bilmir. İndi bilmirəm nə dərəcədə düz dedim, çatdıra bildim fikrimi. Doğru. Mən Doğrudur. gördüm ki, mən də bir dənə yenə də bir sözüm var idi, fikrim vardı daha doğrusu. Mənə elə gəlir ki, bu süni intellektdən istifadəni qadağan etmək yox. Onu şuurlu və düzgün istifadə etməyi öyrətmək daha gözəl olardı. Bu mənim fikrimdir. Sahələr var ki, müəllimə, süni intellektdən istifadə bəli, yerinə düşür, lazımdır. Yəni hansı sahələr, müəyyən sahələrdə yenə deyirəm, amma təhsildə tamlığı ilə ona arxeyin olmaq mənim düşüncəmlə lazım deyil. Yəni Yox, mənfi mən tamlığı ilə demirəm. Elə o vaxtı da, yəni yəqin ki, indi bir çoxları mənim fikrimi təsdiq eləyər. O vaxtı Turing testi deyirdilər. Turing nə etmişdi bu Turingdə? Deməli, bir otaqda hakim əyləşmişdi, bir otaqda isə həmin bax bu süni intellekt olmuşdu. Yəni bu hakim bunu bilməli idi ki, xəbərsiz idi. Bunun hansı süni intellektdir, hansı insandır. Əlbəttə ki, insan beynini, insan zəkasını heç bir süni intellekt əvəz edə bilməz. Bu yanı ki 100% belə doğrudur. Amma mən elə gəlir ikisi bir yerdə olsa daha gözəl nəticə verər. Mən də öz fikrimi Doğru. bildirmək istəyirəm. Mən özüm tələbəyəm, amma müəllim olsam, yəni tələbələrimlə buradan bir sual çıxır ki, ortaya. Uşaqlar niyə süni intellektə daha çox qaçır? Çünki müəllimlə ünsiyyət düzgün formalaşmır. Daha çox müəllimlər avtoritar bir ünsiyyət vasitəsindən istifadə etdikləri üçün, demokrat olmadıkları üçün, yəni bu sual verməkdən çəkinməkdir, uşaqlarda çəkingənliyin yaranması, süni intellektə qaçmaq kimi problemlər yaranır. Öncəliklə mən ünsiyyəti düzgün formalaşdıraram ki, uşaqların çəkindiyi hər hansısa bir mövzu varsa, başa düşmədikləri yer varsa izah edərəm. Daha sonra evdə bir problem yaransa, yəni mənimlə əlaqə saxlaya bilmədikləri halda süni intellektlə əlaqə saxlamalarını, yəni onlara aşılayaram. Mən düşünürəm ki, müəllimlər təbii ki, o indi tələbəsiz ola bilər. İndi inşallah yəqin ki, müəllim olanda o dərsin keçirilmə metodları və digərləri haqqında yəqin ki, məlumatınız olar. Təbii ki, hamı eyni ilə belə deyək də dərslərdə və yaxud müəllim olaraq eyni ola bilməz. Şagirddən informasiyanı ötürə bilməz və şagirdlə o ünsiyyəti saxlaya bilməz və şagirdlərin müstəqil düşünmə bacarığını, özlərini ifadə etmə bacarığını da formalaşdıra bilməz. Mənim şəxsi düşüncəmdir ki, süni intellekt şagirdlərin müəyyən məlumatları əldə edilməsində müsbət bir xüsusiyyətləri var. Onu əldə eləsin və əldə elədiyi bilikləri öz fikirləri ilə sərbəst surətdə ifadə edə bilsinlər. Bu şagirdlərin həm müstəqil şəkildə onu analiz edib, özlərini ifadə etmə bacarıqlarını aşılayır orada. O cümlədən də orada olan yanlışlıqlar və digərləri də təbii ki, ünsiyyət prosesində, dərs prosesində müəllim onların düzəltməlidir ki, bəs hansılar doğrudur, hansılar yanlışdır və yaxud digərləri. Yəni bu nöqteyi nəzərdən yalnız və yalnız süni intellekt müəyyən məlumatları almaq üçün və həm şagirdlərin beynində, zehnində, təfəkküründə o qalır. Aldığı məlumatı çünki beynində saxlaya bilir. Onu ifadə edəndə daha da möhkəmlənir düşünürəm. Mən bundan başqa yəni bir fikrimi bildirmək istəyirdim. Yəni əlbəttə ki, süni intellekt bayaq dediyim kimi yenə də öz fikrimin üzərində dururam. Yəni ikisi bir yerdə işləmək çox gözəl nəticə verər. Yəni süni intellekt bəli, lazımdır. Amma onun mənfi cəhəti də var da. Yəni o tələbədə və yaxud da hansısa bir kimdəsə asıllıq yaradır. Tələbə özünü düşünmək əvəzinə o hazır cavabı gözləyir. Dərin öyrənmə azalır. Nə bilim, bu kimi işlərdə mənfi cəhətidir. Əldə elədiyi biliyi ifadə eləyə bilirsə sərbəst şəkildə, onu analiz eləyib, düşünüb, onun mənfi və müsbət xüsusiyyətlərini ifadə eləyəndə daha gözəl olur. Nəinki yaddaşa əsaslanan, təfəkkürə yox, yaddaşa əsaslanan əldə eləyirsə, o təbii ki, o mənfi sayılır artıq. Belə düşünürəm. Müəllim, belə deyim, kitablar oxumaq,
süni intellektdən az istifadə eləmək düzdür, çox yaxşı bir şeydir, amma uşaqlar daha çox ünsiyyətdə olmalıdırlar, aktiv olmalıdırlar, könüllü fəaliyyətləri ilə, tədbirlərdə öz aktivlikləri ilə fəal olmalıdırlar və kollektiv şəkildə işləməyi bacarmalıdırlar. Kollektivlə birlikdə işlədikdə onların ünsiyyət bacarıqları qat-qat artır. Yəni bəzən təlimlərə qoşulmaq istəyirlər ki, onlar inkişaf etsinlər. Amma sadəcə olaraq evdə otururlar, gəlirlər təlimə qulaq asırlar və nəticə görmədikdə deyirlər ki, yox, mən düzəlmədim. Amma bu insanın özündən qaynaqlanır. İnsan özü aktiv olmalıdır, fəaliyyətdə olmalıdır, cəmiyyətlə ünsiyyətdə olmalıdır. Doğrudur. Bu günləri şagirdlərin ən böyük problemlərindən təbii ki, biri indi yəqin ki, müəllimlər orada var. Mən özüm də 20 ilə yaxındır, həm müəllim, həm repetitor kimi fəaliyyət göstərirəm və müşahidə etdiyim nələr olur? Bəzən onu şagirdlərə belə deyək də, necə deyək, bir gülümsəyərək də deyirəm ki, müəyyən qruplar halında hazırlaşan qruplara, daha doğrusu hazırlaşan şagirdlər olur. Hələ ən yüksək nəticəsi olanı deyək ki, belə deyək də, yəni onlara mən deyirəm ki, yəni sabahları sizin belə deyək də, yəni ən çətin belə deyək, sabah üçün uyğun olmayanı nədirsə, o öz fikrinizi ifadə edə bilməməyinizdir. Şagird deyək ki, lap 600 bal toplayır, 630 bal toplayır. Amma baxırsan ki, dünya görüşü məhduddur. Özü hər hansı bir 20 dənə cümləni deyək ki, böyür-böyrə düşsün, qoşsun, desin və yaxud hər hansı bir yerdə özünü ifadə eləmək bacarığı olsun. Bax, budur problem əsas. Müəyyən qədər bunların xeyri təbii ki, var ki, şagirdin məlumat bazası çox olur. Bütün mövzularda da olmasa, müəyyən qədər hər mövzuda da olmasa danışa bilir. Amma bəzən görürsən ki, bunun mənfi cəhətləri də var ki, şagird özün hal-hazırdakı durumdan deyirəm ki, yəni müşahidələrimdən ki, şagird savadlıdır, təbii ki, yəni gözəl, amma ki, özün ifadə eləmək bacarığı yoxdur. Yəni hər hansı bir xırda bir mövzunu deyən onun haqqında fikir yürütsün. Artıq görürsən ki, bəli, bu mövzular bəsitdir artıq məlumat. Bax, bu kimi nöqsanlar təbii ki, müşahidə olunur. Mən özüm də müşahidə edirəm ki, budur. Şagirdin söz zapazı yoxdur. Mən həmişə tələbələrimə də deyirəm ki, həmişə çalışın kitab oxuyun, bədii kitablar oxuyun ki, söz zapazınız çox olsun. Adicə, məsəl üçün, imtahan verəndə, məsəl üçün, 5 sual veririk də. Təbii ki, bu 5 sualın tam cavabını yazmaq üçün 4, 5, 6 vərəq lazım olur. Amma imtahanda qısa, konkret yazılmalıdır. Elə, məsəl üçün, sual var ki, 2 cümlə ilə kifayətlənir. Amma onu daha da geniş yaza bilərsiniz deyirəm ki, yəni qiymətinizdə, balınızda yüksəliş olsun. O da nədən irəli gəlir? Söz zapazının çox olmasından. Demirəm ki, məsəl üçün, ora təbii ki, yalan nəsə cəfəngiyət yazın, yox. Sırf suala görə, mövzuya görə, əgər yəni, söz zapazları çox olarsa, geniş ifadə eləyə bilərlər özlərini. Bunun da, mən yenə deyirəm, bu texnologiyalar şagirdləri, uşaqlarımızı, tələbələrimizi çox geri salır. İnformasiya cəhətdən yaxşıdır, amma yəni, bax, yenə deyirəm, beynin işləməsinə mane olur. Təbii formada beynin işləməsi təsirir, belə deyim. Məsəl üçün, uşaq və yaxud da tələbə özünü ifadə etməsi üçün, sözünü deməsi üçün dərsi diskussiya formasında keçirilərsə, yəni müəllim bir sualı, bir mövzunu problemli şəkildə ortaya atarsa, sual formasında hərə öz fikrini bildirir. Yəni, analizi, daha yəni, belə dəqiq desəm, analiz edirlər. Hərə öz fikrini bildirir və orada diskussiya yaranır. Yəni, kimin doğru, kimin səhv olduğunu artıq yəni, orada anlaşılır. Və təbii ki, müəllim anlat verir. Burada da, məsələn, slaydda da qeyd etdiyim kimi, süni intellekt düzdür, bizim həyatımıza müəyyən şəkildə bir müsbət rolu olsa da, mənfi rollar da var ki, risk kimi. Elə insanlar var ki, təbii ki, bunu düzgün istiqamətdə qiymətləndirir. O artıq şuurdan, dərrakədən düşüncə tərzinə asılıdır. Amma elə insanlar var ki, təbii ki, artıq onu belə deyək, yəni yardımcı kimi deyil, istiqamət verən kimi deyil. Sırf necə deyim, yəni bayaq dediyim kimi də elə uşaqlar, elə tələbələr olur da, yəni köçürmə məqsədi ilə. Yəni o şəkildə istifadə təbii ki, o risk gətirib çıxarır. Bu da artıq burada da göründüyü kimi, slaytda da göründüyü kimi asıllıq yaradır ilk başda. Asıllıqdan sonra artıq plagiata gətirir, çıxarır. Plagiatın nəticəsində təbii ki, düşüncə zəifləyir. Bundan sonraki slayda baxa bilərik.
Plagiat da nədir? Plagiat da məsələn, bayaq kimsə vurğuladı, səhv etmirəmsə, o plagiatçılıqdır. Yəni plagiat özgənin müəllifliyinin mənimsəməsi deməkdir. Əsərin öz adı ilə tam və yaxud da qismən açıqlanması, mənbəni və yaxud da müəllifi göstərmədən əsəri və yaxud onun bir hissəsini köçürməklə yeni bir əsər yaradır. Şərikli müəllifliyə məcbur etmək deməkdir plagiatçılıq. Yəni ki, hər hansısa bir mövzunu götürür, mənbəni götürür, orada müəyyən bir hissəsini köçürür və orada artıq bir müəyyən bir mövzu yaradır. Bu plagiatçılıq. Təbii ki, bu da artıq bu asılı bir hala gəldikdən sonra davamlı olduqda insan da təbii ki, düşüncəsi zəifləyir, düşüncə tərzi zəifləyir və beləliklə insan öz düşüncəsinin məhsulu olaraq hər hansısa bir fikrini ifadə edə bilər, şifahi şəkildə də onu yazı, yəni köçürə bilər. Yəni bu da süni intellektin riskidir, yəni mənfi cəhətdə, amma bu hər insana aid deyil. Yəni hər bir insan bunu bu formada istifadə etmir. Mən müəlliməm, hələ də yəni düzü sırf bu ChatGPT çıxdığı andan bu yana, elə Gemini özü olsun, hər birini istifadə eləyirəm. Amma məsələn bunu müəllimlər üçün daha avantajlıdır, düzdür. Tələbələr üçün bu keçərlidir, amma yenə deyirəm, o düşüncə, şuur məsələsi var. Amma müəllimlər üçün daha avantajlıdır. Necə? Məsələn, mən baxıram, soruşuram ki, tələbələr üçün məsələn bu gün dərsdə maraqlı nə edə bilərəm? Necə edim ki, məsələn, onların yaddaşında daha yaxşı qalsın? Ya da bu mövzu, məsələn, mövzumuz budur. Mən bunu slayddan necə yığa bilərəm ki, onların marağını çəksin? Yəni sırf bu kimi yönlərlə, bu kimi istiqamətimiz belə bu tərzdə olsa, müəllimlərə təbii ki, sözüm və eyni zamanda universitet tələbələrinədir. Əlbəttə ki, köklü şəkildə təhsildə müəyyən bir inkişaf olacaq, ona söz yox. Amma yenə də deyirəm, istifadə tərzindən çox şey asılıdır. Yəni biz onu yenilik məqsədi ilə ya da yaradıcılıq məqsədi ilə ya da özümüzə aid bir şeyi biz yaratmaq istəyiriksə, oradan da müəyyən köməklik ala bilərik. Amma bu o demək deyil ki, məsələn, mən fonetika mövzusunu götürüm, köçürüm başqa bir kitaba, adını da qoyum, müəllif qoyum, Abbasova Günel, olsun bu mənimki. Amma mən o fonetikaya uşaqların başa düşə biləcəyi tərzdə bir yenilik qatmayacağamsa, mən onda niyə çıxardıram bu kitabı, niyə nəşr etdirirəm? Yəni bu da var. Yəni ki, plagiatçılıq bu deməkdir. Yəni bu bizdə artıq asılı bir vəziyyətə gəlirsə, davamlı şəkildə bizdə bəli də, yəni insan bir məlumatı öyrənir. Bəli, insan hər hansı bir məlumatı öyrənir ya da ki, hər hansı bir yenilik etmək istəyirsən, mövzu olsun, fərq etməz də, nədəsə yenilik etmək istəyirsən, artıq sən onu eyniləşdirib, kopyalaşdırıb ora köçürmək əvəzinə süni intellektdən bunun müxtəlif yollarını, özünküləşdirməyin yollarını axtarıb tapa bilərsən. Yəni, yenə deyirəm, süni intellektdən istifadə hər zaman istiqamət verəndir. Amma bunu istifadə etmək tərzindən çox şey asılıdır. Yəni vəziyyət budur. Plagiatçılıq, bundan sonraki slayda baxa bilərik. Burada bir şəkil Yeni təsvir Bakı əsərində də var. Bu, məsələn, bu şəkildən, bu şəkildən Bu necə tam görünür? ilkin düşüncə. Necə? Bu şəkildən çıxan ilk nəticə, ilk düşüncə tərziniz nə oldu? Yəni mənə ifadə edə bilərsiniz. Əl qaldırıb da cavablandıra bilərsiniz. Yəni insan özü düşünəndə biliyi məncə daha da artır, pozitiv düşüncəsi falan. Olar. Başqa? Alt şuurumuz belədir ki, insan əgər müsbət yönümlü fikirləşirsə, təbii ki, əgər müsbət yönümdə fikirləşirsə, onun emosiyaları da, duyğuları da, baxışları da təbii ki, müsbətə doğru gedir. Və düşünürəm ki, burada əgər müsbət düşünmə varsa, onlar daha inkişaf eləyir, çiçək açır, parlayır. Bu formada görürəm hələ ki. Bəli. Pozitiv düşüncə insan beynində yaratdığı müsbətliklərdən gedir. Yəni bu şəkildə mən elə başa düşdüm ki, yəni pozitiv düşüncə nəinki insanın özünü, ətraf mühiti də yəni pozitivləşdirə bilər. Bu cəhətdən düşündüm mən. Bir mətndə var idi, 11-ci sinifin mətndə də düşünürəm belə buna uyğun bir şey var idi ki, mətndə.
Ki insan necə düşünürsə, təbii ki, Ancaq yaxşı bunu biz düşünəndə müsbət təsir eləyir, mənfi düşünəndə emosiyalar. Ancaq biz bunu, yəni bir pedaqoqun beyni başı kimi düşünsək, yəni əgər bu belədirsə, bir müəllim əgər pozitiv düşünə bilirsə, tələbələr də pozitiv götürə bilər. Əgər biz bunu bir pedaqoq insan kimi düşünsək bu şəkli, yəni nə qədər pozitiv olsa, nə qədər müsbət düşüncələrə malik olsa, motivasiyası o qədər güclü olur, eyni zamanda ötürməsi o qədər güclü olur. Yəni təlim keçdiyi, tərbiyə etdiyi tələbələrdə o yönümlü olur. Hı -hı. Bəli, şəkildə bir insanın başı yerinə sanki torpaq kimi bir qab var və içində də grow pozitiv yazılıbdır. Bunun ifadəsi də ingiliscə mənası da müsbət düşüncələr yetişdir deməkdir. Yəni pozitiv olmağa çalış. Yəni şəkil demək istəyir ki, beynimiz bir torpaq kimidir və ora biz nə əkiriksə düşüncə, fikir mənasında o da artıq böyüyür. Əgər pozitiv düşünsək və dediyiniz kimi, dedikləriniz düzdür. Yəni həyatımız da bir o qədər gözəl və sağlam olar. Ətrafındakı o yarpaq və çiçəklər də bunu simvolizə eləyir. Pozitiv düşüncə insanı nə edir? Çiçəkləndirir də. Yəni içində yaxşı fikirlər saxla, onlar səni inkişaf etdirəcək. Yəni bunun süni intellektlə necə əlaqələndirək bəs? Süni intellektlər misal heç vaxt mənfi bir şey yazmırlar, neqativ düşünmürlər. Hər zaman nəsə bir mövzu olduqda, necə deyim, belə məsləhətləşmək məqsədi ilə yazanda hər zaman pozitiv düşüncə tərəfini yazır. Yəni neqativ bir şey yazmır ki, sən bacarmazsan, sən bunu eləməzsən. İnsanlar emosional yanaşdıqları halda bunu eləyirlər. Yəni öz fikirlərini deməkdən çəkinmirlər. Məncə filan şey olar, məncə bəhmən şey olar deməyə çəkinmirlər. Amma süni intellekt belə deyil. Pozitiv yönümlü düşündüyü üçün neqativləri gizlədir. Yəni bu şəkildə, bəli, süni intellekt tərəfindən baxılsa belə ifadə oluna bilər. Düzdür. Yəni hər hansısa bir və yaxud da indi hər birimizdə böyük ehtimal ki olub, hər hansısa bir nəyisə öyrənmək istəyirik və yaxud da bir qarşımıza müəyyən bir maneə çıxıb biz çıxılmaz bir vəziyyətdəyik tutaq ki, biz onu ona çatdırırıq ki, belə bir hal var, bəs bunu aradan necə qaldıra bilərəm? Fikir verirsinizsə, o müsbət yöndə daim sizlə əlaqəyə keçir. Yəni orada o demir ki, ay yox, sən bunu belə eləsən başına belə şeylər Müsbət gələcək. düşüncədir, doğrudur. Bəli, ya da ki, sən bunu etsən, bax səni qarşıda belə çətinliklər Ümumiyyətlə gözləyir. Bəli, sırf bu şəkildə onunla inteqrasiya edici, onunla əlaqələndirsək, bəli. Yəni o bizə heç zaman mənfi şəkildə alt şuurumuz doğrudur. Yəni Alt ki, şuurumuza nələrisə müsbət formada əgər biz yerləşdiririksə, bəli. Buyurun, dinləyirik. alt şuurumuzda təbii ki, düşünürəm ki, biz nəyisə müsbət formada əgər yükləyiriksə, o cürə düşünürüksə, ətrafa da, insanlara da, emosiyalarımıza da o formada təsir edir. Burada bu görünən ifadədə də təbii ki, öz əksini tapıb ki, pozitiv düşüncədə belə deyək, müsbət düşüncədir. Bəli, elə mən də bu fikirdəyəm, elə o həmkarımla. Tamamilə doğrudur. Bəli. Yəni ki, istifadəyə hər zaman yararlı bir proqramdır, amma istifadə tərzimizdən də çox şey asılıdır, istiqamətdən də çox şey asılıdır. Yəni ki, texnologiyanı bilən, texnologiyadan düzgün şəkildə istifadə edən bir müəllim hər zaman onu istifadə etməyən müəllimdən sözsüz ki, irəli olacaq. Çünki indiki əsr texnologiya əsri, texnologiya dövrüdür. Bu dəqiqə hər şey, yəni telefonlandır, hər şey planşetlədir. Məsələn, bunu elə bir əyani şəkildə bir nümunə kimi də göstərə bilərəm. Məsələn, əvvəl hazırlıqlar necə olurdu? Əyani formada olurdu. Yəni telefon deyilən bir şey yox idi. Əyani şəkildə hazırlıqlar olurdu məktəb. Amma indi hal-hazırda gördüyünüz kimi arxadakı lövhə, qarşımızda planşetlər, telefonlar, artıq dərsimizi bu yöndə keçirmişik. Yəni onlayn. Yəni onlayn tədris olsun, əyani tədris olsun. Təbaşir müəllimdən artıq müasir dövrə. Bəli. Yəni ki, bugün günümüzdədir, artıq telefon, texnologiya, yəni hər şey artıq günümüzdə müəyyən şəkildə istifadəyə yararlıdır. Sadəcə yenə deyirəm, o tərzdən çox şey asılıdır. Və texnologiyanı bilən, istifadə edən müəllimlərdir. Burada çoxsu da ki, hal-hazırdakı bu təlimə qoşulanlar, mən elə düşünürəm. Çünki elə insanlar var ki, necə deyim, yəni buna xoş yanaşmır.
Deyir ki, heyf deyil də əvvəlki ənənəvi təhsil, ənənəvi tədris. Uşaqlar məsələn, indi hal-hazırda kurikulumdandır da dərslər. Mən bilmirəm bu yöndə fikirləriniz, düşüncəniz nədir? Artıq biz kurikuluma doğru gedirik deyəsən. Amma yəni düşünürəm ki, hal-hazırki təhsilin düzdür, bir sıra mənfi şeyləri olsa da, mənfi tərəfləri olsa da, bəzi şeylərə razı deyiləm. Amma əvvəlki təhsillə indiki təhsil arasında dağlar qədər fərq var. Bunu da elə biz müəllimlər günü-gündən görürük də, hiss edirik də, yaşayırıq. Yəni belə. Var, var Əlavələriniz mən bir söz deyəcək. deyim. Buyurun. Mən düşünürəm ki, hər bir dövlətin təhsil sistemi həmin dövlətin maddi-texniki bazasına, valideynlərin, şagirdlərin məişət problemlərinə, onların belə deyək də davranışlarına, məktəbin maddi-texniki bazasına, insanların məişət şəraitinə, insanların düşüncə tərzinə və s. kiminə uyğunlaşmalıdır. Yəni inkişaf eləmiş dövlətlərdə bunu nəzərə alaraq o sistemləri təbii ki, tətbiq edirlər. Amma mənim şəxsi düşüncəmdir ki, biz hələ o deyilən şeyə hələ ki hazır deyilik. Çünki artıq bu telefon müəyyən şagirdlərin əlində gündəlik ayrılmaz onların bir təbəqəsinə çevrilib. Yəni bu necə deyirlər, telefonsuz bunlar həyatı dərk eləyə bilmirlər də, istəyir olsun şagirdlər, az yaşlı uşaqlar. Bəzən olur ki, adi 1-2 yaşlı uşağa da telefonu verməsən, bəlkə də yemək yemir. Ona görə düşünürəm ki, bu zamanı ilə bu müasir dövrün süni intellekti mi, digərlərimiz zamanı ilə yəqin ki, insanlar ondan daha məqsəd yönlü istifadəni dərk eləyəcəklər ki, həqiqətən də insanların işini asanlaşdırır. Belə düşünürəm. Bəli. Bugünkü əvvəldən də danışa bilmədiyim şeylər haqqında ümumiləşdirib yekunlaşdırmaq istəyirdim danışığımı. Süni intellekt sadəcə olaraq elmi məlumatların yığımıdır da. Bu günləri şagirdə məsələn götürək sifət mövzusunu, deyə bilər ki, əşyanın əlamətini və ya keyfiyyətini bildirən nitq hissəsidir. Müəllim isə onu əyani formada başa salan bir insandır, vasitəsidir. Məsələn, götürək almanı. Müəllim alma üstünə başa salır ki, onun rəngi, forması, dadı, əlaməti və keyfiyyətinin nə olduğunu şagirdə qəbul elətdirəndir. Süni intellekt isə sadəcə olaraq sifət əşyanın əlamətini və keyfiyyətini bildirən nitq hissəsi olduğunu vurğulayır və yaxud hansı suallarını, nə bilim, dərəcələrini onları vurğulayır. Müəllimlə süni intellekt arasında fərq odur. Daha sonra isə onlayn və əyani dərsin həm müsbət tərəfləri var, həm mənfi tərəfləri. Müsbət tərəfləri məsələn yolla xərclədiyimiz vaxtı oturub evdə dərslərimizi xərcləyə bilirik. Mənfi tərəfləri isə bəzi məsuliyyətsiz şagirdlər olduğu kimi internetin də bir önəmi var. İnternet olmayan yerdə ola bilər, siz tutmayan yerdə internetin gedə bildiyi hallar da ola bilər. O cəhətdən də mənfi tərəfləri var. Həmçinin, əgər bu günləri şagird məsuliyyətsiz yanaşıb və yaxud telefona bağlılıq yaranırsa, bu şagirdin özündən asılı bir şeydir. Cəmiyyətdən asılı bir şey deyil. Nə qədər istəsəydik, biz onu dəyişə bilmərik. İstər 100 il sonra, istər 10 il əvvəl, 100 il əvvəl də bu belə olaraq qalır. Əgər bu gün bu uşağa bu telefon verilibsə, onun məsuliyyəti onun valideynlərindən asılıdır ki, bu günləri 1 yaşındakı uşağa yemək yeyərkən telefon verirsə, bir növ valideyn özlərindəki məsuliyyəti atır. Ağlamasın, başı qarışsın. Amma daha düşünə bilmir ki, bu uşağın 10 ildən sonraki vəziyyəti telefonun asılı olaraq qalacaq. Və daha sonra uşağı telefonun ayıra bilməyəcək, ünsiyyət qura bilməyəcək, danışığı formalaşmayacaq. Həmçinin yəni uşaq formalaşa bilməyəcək. Bəli. Məncə də elədir. Aha, buyurun. Məncə də elədir. Çünki kurikulum sisteminin Azərbaycana gətirilməsinin təbii ki də müsbət mənfi yönləri var. Yəni müsbət yönləri xanımın da fikirlərinə qatılıram ki, yəni zaman baxımından çox yəni necə deyim, verimli olur. Eyni zamanda uşaqlara müəllimlərin uşaqlar tərəfindən yəni həssas yanaşması, onların şəxsiyyət kimi formalaşmasında öncəliklə onların şəxsiyyət kimi davranılması önəmlidir. Yəni biz əvvəllər bildiyimiz kimi əvvəlki təhsil sisteminə nəzər yetirsək görərik ki, uşaqlar uşaq kimi baxırdılar. Bu bunu başa düşməz, bu bunu anlamaz. Amma indiki kurikulum sistemi bunu demir. Bu bizə dediyi bir fikir var ki, uşaqlara indidən şəxsiyyət kimi baxın, onlara indidən hər şeyin müasir formasını aşılayın ki, onlar gələcəyə verimli şəxslər kimi yetişsin. Yəni bu cəhətdən kurikulumdan əvvəlki təhsil sisteminin fərqlərində, müsbət cəhətlərində rolu danılmazdır.
Həmçinin onu deyə bilərəm ki, yəni sizlər müəlliməsiz, mən tərcüməçilik ixtisası oxuyuram 4-cü kursda. Yəni bəzi tərcümə proqramları var ki, insanlara kömək olur. Məsələn, içə qapanıq və ya ünsiyyət qura bilməyən insanlara kömək edir. Yəni ona görə bəzən yəni köməyimizə çatır, lakin bəzən uşaqlar ondan istifadə edərək tərcümə edirlər mətnləri falan, yəni başqa dillərdə olan. Bu onlara zərər verir. Yəni öz düşüncələrindən istifadə etmirlər, asan yola qaçırlar. Doğrudur. Elə bayaq bizim də vurğuladığımız fikir bu fikir idi. Həmçinin şagirdin hər hansısa bir test formasını chatdən və yaxud Gemini-dən istifadə edərək yazması da düzgün bir şey deyil. Həmçinin müəllim onu şagirdlər arasında fərqi tapa bilir. Əgər bu gün bu şagirdin potensialı ona malik deyilsə, bu testi həll edə bilməyəcək. O biri şagirdin səhvlərini düz yazan şagirdə izahına qulaq asaraq həmin şagirdin özünün və yaxud süni intellektdən istifadə edərək yazdığını ayırd edə bilər. Eyni zamanda beyin həmləsi metodundan istifadə edərək şagirdlərinin biliklərinin nə dərəcədə mənimsənilməsi, diskussiyadan istifadə edərək nə dərəcədə mənimsənilməsini yoxlamaq çox asandır, yəni bir pedaqoq üçün. Yəni bunu məncə ayırmaq bir pedaqoq şagirdlərin nəyə maraqlı olduqlarını, hansı yöndə maraqlı olduğunu süni intellekt müəyyən edə bilmir. Onu yalnız müəllimin müşahidələri eləyə bilir. Bəli, mən bir təlimin birində də Təbii ki, vurğulamışdım. tədris prosesində müəllim müəyyən eləyə bilir hər hansı bir şagirdin hansı yönümlü olmağı. Bəli, istəyir təbiət yönümlü olsun və yaxud digər görürsən ki, pəncərədən çölə baxır, ancaq güllərlə oynayır. Təbii ki, məsələn, müşahidə edirsən ki, təbiət yönümlüdür. Və s. və axır. Yəni, təbii ki, o müşahidələri süni intellekt eləyə bilməz bir mənalı şəkildə. Və əlbəttə ki, elə şeylər var ki, o praktika tələb eləyir. Bir təlimin birində səhv etmirəmsə, şagird motivasiyasını artırmağın yolları adlı bir təlim var idi. Orada da demişdim, bir müəllim valideyn yox, bir valideyn idi qoşulmuşdu təlimə. Sual verdi ki, mənim uşağım heç bir şəkildə dərsə marağı yoxdur, mən onun marağını necə artırım? Bir müəllim də belə bir sual vermişdi ki, tələbəmin birinin maraqlarını mən öyrənə bilmirəm. Yəni ona inşa verirəm, amma o inşanı gəlib yaza bilmir. Yəni o esseni evdə yazıb gətirə bilmir mənə. Burada müəllimin rolu şagirdin. Bəli, yəni ki, şagirdin bayaq bilmirəm sizin adınız necə oldu? Sizin də dediyiniz kimi, yəni müəllimin burada rolu danılmazdır. Çünki məsələn süni intellekt onu edə bilməz, amma müəllim onu edə bilər. Nəyi? Məsələn, ola bilər ki, deyək ki, hər hansısa bir xalçaçılıq sənəti. Onunla bağlı bir mövzu verib müəllim evə, esse verib evə, amma tələbənin marağı şagirdin marağı o yöndə deyil. Əsasən ibtidai sinifi nəzərdə tuturam da, şagirdin marağı o yöndə deyil və marağı olmayan bir şey şagird necə edə bilər axı? Birinci ilk növbədə sevmirsə heç vaxt eləyə bilməz. O müşahidələr əsasındadır. Bəli, bax, musiqiyə marağı var, nə bilim, idmana marağı var, təbiətə marağı var və həmin o marağı olduğu istiqamətdə hər hansı bir suallarımı vermək, nə bilim, bir ev tapşırığımı vermək, o təbii ki, o şagirddə o maraq dairəsində, o deyir, bir ömür xoşbəxt olmaq istəyirsənsə, sevdiyin işlə məşğul ol. Və təbii ki, şagird gedib o istiqamətdə daha maraqlı olacaq. Daha belə deyək də, yəni, üçüncü məsələn deyirəm, tarix oxuyan uşağa məsələn deyirəm də, belə deyək. Yəni gedib ağır riyaziyyat sualını və ya fizikadan hər hansı bir düsturu versən, məcbur öyrənsə də onu sevməyəcək. O müşahidə Mən də qatılıram fikirlərə. Yəni süni intellekt bildiyimiz kimi nəzəri cəhətdən bizə kömək edə bilər. Praktik cəhətdən bunu müəllim bizdə formalaşdırır. Formalaşdırma özü bildiyimiz kimi kəmiyyət və keyfiyyət nəticəsində, yəni birlik nəticəsində formalaşır. Keyfiyyəti də bizdə formalaşdıran müəllim olduğu üçün bunu süni intellekt bacarmır. Bu nəticəyə gəlirik ki, yenə də müəllimin rolu süni intellektdən qat-qat çoxdur. Əlbəttə, yəni müəllim artıq orada bir, məsələn deyirəm, o inşanı yazmaq üçün və şagird inşanı yazmaq istəmir, mövzu da heç ona maraqlı deyil belə baxanda. Tutaq ki, məsəl üçün, həmin o tələbə uşaq, şagird oğlan uşağıdır. Onun da marağı deyək ki, maşınlaradır. Maşınlara onun böyük marağı var. Və artıq o ilk addımı müəllim atır, praktiki yönən addım atır.
və onu inşa yazdırmağa da öyrəşdirir. Maraqlı, həm də onu sırf onun marağını çəkə biləcək bir mövzuya da ona belə deyək də yol göstərir. Məsələn, tutaq ki, maşınlar haqqında, yəni ən sevdiyim maşın haqqında, məsəl üçün Tunar götür evə inşa yaz. Artıq Tunar gedir onu həvəsdən işləyir. Yəni o inşanın mahiyyətini bilməsə də əslində qalanda, orada o öz fikirlərini, öz düşüncələrini orada bəli ifadə eləyəcək ki, mənim sevdiyim maşın, məsələn deyirəm ki, nə bilim BMW-dir, uşaqlıq xəyalımdır, böyüyəndə mən də alacağam. Belə-belə, yəni uşaqcasına sırf onun düşüncəsinə əsasən, yaş psixologiyasına əsasən onu artıq yazıya tökür. Və beləliklə müəllim artıq onda o belə deyək də onu tutdu. Yəni o uşağın dabarını tutmaq məsələsi var da. Müəllim artıq praktiki yöndən bunu təbii ki, süni intellekt edə bilməz. Bəli, onun maraq və meylini nəzərə almalıdır. Ümumiyyətlə, kurikulumda belə bir şey var ki, şagirdlərin maraq və meyillərinə uyğun olaraq, təbii ki, dərs prosesində də belə deyək, o standart şəklində təbii ki, qoyulub orada ki, şagirdlərin bütün dərs prosesində maraq və meyilləri nəzərə alaraq. Yəni, orada təbii ki, tamlığı, bərabərliyi qorumaq lazımdır. Yəni, bütün şagirdlər eyni təfəkkürdə, eyni maraqda olmadığına görə, müəllim belə deyək, sualları məsələn deyək ki, fərdi şəkildənmi, qrup şəklindənmi və s. olduqda da onların maraq və meyillərinə uyğun olmalıdır ki, o dərs təbii ki, daha inkişaf yönümlü olsun, daha dəstəkləyici olsun, daha maraqlı olsun. Bəli, doğrudur. Bəli, diskussiya metodundan istifadə edərək uşaqlarda idrak proseslərinin genişlənməsidir, yaş və fərdi xüsusiyyətlərin nəzərə alınaraq təlimin keçirilməsi uşaqlarda müəyyən qədər marağın artmasına səbəb ola bilər. Yəni bildiyimiz kimi hər müəllim hər uşağa fərdi yanaşa bilmir. Yəni bir dərs prosesində bunu sadəcə diskussiya, beyin həmləsi metodlarından istifadə edərək uşaqları daha əyləncəli bir formada dərs metodunu istifadə edə bilər, keçə bilər. Onu ilk növbədə onu ilk diaqnostik olaraq da müəyyən eləmək olur ki, şagirdlər, deyək ki, dərs ilinin əvvəlində və yaxud müəyyən müddətdən sonraki bir yazılı bir formada, belə deyək də, bir ümumi, nəsə bir hazırlayırsan kağızları, paylayırsan şagirdlərə, kimin maraq və meyli nəyədir, necədir və artıq orada anonimlik qorunmaq şərti ilə sən artıq bilirsən ki, məsələn, Əli və yaxud Akif və s. kimin maraq və meyli nədir. Və bu da təbii ki, belə deyək, təcrübədə irəli gəlir ki, artıq dərsin hər hansı birinin hansı yönümdə keçirməyə bir növ müəllimə də bir dəstəkləyici bir kömək olur. Düzdür. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Üzrlü sayın, ekranı açmıram, hörmətsizlik kimi qəbul edirəm. Sadəcə orta münasib deyil. Əvvəla maraqlı bir təlim üçün təşəkkür edirəm. Gənclərin bu işlərlə yaxından məşğul olması, özlərini bu sahədə inkişaf elətdirməsi bizim üçün qürur vericidir. Bir şey qeyd edeyim ki, orta məktəblərdə hal-hazırda bu məsələ ilə bağlı geniş məlumat verilməlidir. İlk öncə hər şey, belə deyək, informasiyadan irəli gəlir. Bugün təbiidir, ən qlobal problemdir ki, uşaqlar süni intellektdən, eyni zamanda telefondan çox istifadə edirlər. Belə deyək ki, onlarda asosiallaşma gedir. Düzdür, onlar yoldaşlarınla burada münasibət qururlar və yaxud hansısa oyunlarda istifadə edirlər, amma özlərini tapa bilmirlər. Bu qrup işlərindən işləmək, şagirdlərin öz düşüncələrini qruplarda, eləcə də münasibətlərdə və yaxud sosial faktorlarda bildirmələri böyük əhəmiyyət kəsb eləyir. Yəni, məlumdur ki, müəllim sadəcə bələdçidir, yönləndirə bilər, istiqamət verə bilər. Amma şagirdi inkişaf etmək üçün birinci özünün marağı olmalıdır. Onu da müəllim yönləndirə bilər ki, hansı istiqamətlə özünü araşdırsın. Bugün düzdür, kurikulum sistemindən həm çox danışırıq, həm deyirik ki, yararlıdır. Amma təəssüflər olsun ki, dərs prosesində çox az istifadə olunur. Həm məhdud zamanda 45 dəqiqədə bütün bu prosesi həyata keçirmək çətinlik yaradır. Amma istəsək biz onu da ənənəviyə çevirə bilərik. Yəni müəllimlər istəsə çox şey eləyə bilər. Və bu sahədə biz uşaqlarda bir özünü tapmağa dəstək ola bilərik. Birinci şagird özünü tapmalıdır. Bir də mənim üçün 20-lik
20 illik təcrübəmə əsaslanaraq bu qənaətə gəlmişəm ki, uşaqlarda, şagirdlərdə ilk növbədə məsuliyyət hissi formalaşdırmaq lazımdır. Bu dəqiqə şagirdlər gəlir ki, dərsimi oxuyum, hazırmışam kimi bilinsin və salam. Onun arxasında olan o məsuliyyət hissi onlarda yoxdur. Biraz onları qabartsaq, biraz düşündürsək və ailədə, məktəbdə, eyni zamanda cəmiyyətdə hansı rolda olduğunu onlara daha yaxşı anlata bilsək və yaxud da ki, bu hiss istiqamətə köklənsək, mən düşünürəm ki, uşaqlarda biraz fərqlilik yaranar. Bu dəqiqə qaçırlar süni intellektdə ən sadə yoldur ki, onu oradan tapıb daha rahat şəkildə əldə edirlər, amma araşdırmaya meyil eləmirlər və əziyyət çəkmək istəmirlər. Məsuliyyətdən boyun qaçırırlar. Sadəcə olaraq tapşırıq da verilib yerinə yetirək. Düşünürəm ki, bu bayaq gözəl fikirlər səsləndi. Hər birinizə diqqətlə qulaq asdım. Həqiqətən sizin fikirlərlə də çox-çox razıyam və bəli, bu uşaqlarda biraz belə deyək, rahatçılığa gətirib çıxarır. Amma mən düşünürəm ki, nə cəmiyyətimiz, nə də ki, yaşayacağımız həyat biz düşündüyümüz qədər rahat deyil. Və bu rahatçılıq olsa da müəyyən qədəri rahat olur. Və məsuliyyətlərini onların formalaşdırsaq, istiqamətlərini düzgün yönləndirsək, düşünürəm ki, şagirdlər özlərini taparlar və özlərini tapdıqdan sonra onlarda özgüvən daha rahat şəkildə formalaşır. Özgüvən formalaşanda onlar nəyi əldə edə biləcəklərini və nəyə qadir olduqlarını daha dəqiq bilirlər və bu da onların ayaqlarını yerə belə bərk basmalarına dəstək olur. Və məlumdur, hamımız da bilirik ki, biz ilk növbədə məktəblərdə vətəndaş yetişdiririk. Onların akademik səviyyələri bizim vətəndaşlığımız ondan daha çox öndədir. Və buna görə də düşünürəm ki, bax bu cür təlimlərin çox olması, çox istərdim valideynlər də qoşulsun bura. Valideynlərin informasiyalandırılması və valideynlərlə məktəb əlaqələrinin çoxluq təşkil eləməsi həm evdə, həm məktəbdə bizə dəstək olur. Bir daha təşəkkür edirəm. Uğurlar olsun sizə. Daha yüksək yerlərdə olasınız inşallah. Təşəkkür edirəm diqqətiniz üçün. Mən sizə təşəkkür edirəm. Həqiqətən çox dolğun şəkildə danışdınız. Eyni zamanda mən sizin fikrinizdən çox razıyam. Eyni zamanda bəli, düz deyirsiniz. Bilirsiniz, bu süni intellektdən istifadə və davamlı şəkildə, aslı şəkildə artıq, amma o bildiyimiz düzgün istiqamət nəzərdə tutmuruq. Digər tərəf nəzərdə tuturuq. Təbii ki, bu artıq özgüvənsizliyə gətirib çıxarır və bu da təbii ki, ilk növbədə hər şeydən alır, psixologiyaya ziyandır. Bəli, çox haqlısınız. Əlavə olaraq fikirləri olan varmı? Müəllimlər bir növ uşaqlarda, yəni tələbələrində tədqiqatçılıq da formalaşdırmalıdır. Bunun üçün yəni süni intellektdən istifadə etmək yəni çox da zərərli sayılmır bir növ. Amma onun tədqiqatçılığı işini verdikdə onlara misal deməlidir ki, siz bunu eləyirsinizsə, əgər tədqiqat işi aparırsınızsa, bunu başa düşərək, dərk edərək aparmalısınız. Yəni bu səbəbdən yəni bu baxımdan baxsaq, görərik ki, uşaqlarda daha tez formalaşar bu kimi sensor-motor hisslərin olmasıdır, tədqiqatçılıq hissidir, məsuliyyət hissinin formalaşmasıdır. Bu kimi yəni bu kimi hisslərin formalaşması təlim metodlarından istifadə ilə asılıdır. Doğrudur, bəli, müəllimə. Bu günləri təbii ki, bizdən dövlətin istədiyi və tələb etdiyi standartlar ki var. Onların içərisində təbii ki, birini hamımız bəyənirik və nə qədər ki, çalışsaq ki, onu eləyək, əldə eləyək, o təbii ki, bizlərin uğurudur. Ən əsas vacib burada yenə də şagirdin üzərində qalır və müəllimin. Burada deyək ki, mövzudur, standartdır. Fəaliyyət və qiymətləndirmədə təbii ki, dərsdə hamıdan tələb olunan odur və bunun içərisində ən vacib olanın biri fəaliyyətdir. Yəni deyir, nə olur olsun, şagird dayanmasın da, belə deyək. Yəni şagird daim fəaliyyətdə olmalıdır. Öz fikrini ifadə eləməlidir, tapşırığın hansını bacarırsa onu yazmalıdır və s. və l. Yəni əgər burada şagirdin fəaliyyətindən söhbət gedirsə, düşünürəm ki, dərs özü də bir uğurlu bir nəticəyə gətirib çıxarda bilir. Ən əsas fəaliyyətdir. Doğrudur.
Maşallah aktiv şəkildə iştirak. Ona görə başda deyirdim ki, yəni düzü, yəqin özünüz də hiss elədiniz ki, daha çox danışmaqdan əlavə təlimdə suallar mən qoymuşdum. Adətən mən bəzən təlimlərə daxil oluram. Ancaq təlimçi danışanda bu biraz insana sıxıcı gəlir də, nə də olmayıb etiraf eləyək. Ancaq təlimçi danışdı uzun-uzadı mühazirə kimi insana həqiqətən sıxıcı gəlir. Amma arada bir sorğu-suallar olduqda, insanlar da təlimdə olan insanlar da öz fikirlərini bölüşdükdə, belə müzakirə olduqda həqiqətən çox maraqlı olur. Eyni zamanda çox məlumat öyrənirik. Yəni belədir. Hər kəsən öz təcrübəsini bölüşəndə daha gözəl olur. Təbii ki, yəni insan deyir beşikdən qəbrə qədər öyrənməlidir təbii ki. Ona görə burada müxtəlif pedaqoqlar, həmkarlar, tələbələr və yaxud digərləri fərq eləmir. Yəni hər bir sözdə təbii ki bir hikmət var. Ona görə nəyisə öyrənmək təbii ki qəbahət sayılmır. Doğrudur, doğrudur. Yaşdan asılı olmayaraq hər yaş dövründə biz daim öyrənməliyik. Bu o demək deyil ki, məsələn, mən Azərbaycan dili ədəbiyyat müəllimiyəm, mən hər şeyi super bilirəm və yaxud da digərlərimiz bizim bilmədiyimiz hələ bəlkə nə qədər şeylər var, öyrənəcəyimiz, öyrənə biləcəyimiz hələ nə qədər mövzular var ki, hələ daha qarşıdadır və artıq zaman keçdikcə müəyyən texnologiya inkişaf etdikcə, eyni zamanda vəsaitlərin sayı artıq müəyyən şəkildə irələdikcə, amma təbii ki, hər çıxan, yəni, amma orada olan məlumatlar dolğun şəkildə və yenilikçi olduqda, təbii ki, bizim də inkişafımıza təkan göstərir. Belə, mən Xədicə Məncə xanım, də buyurun. haklısınız. Yəni diskussiya metodundan istifadə eləmək yetəri qədər insanın beyninin düşüncəsini, təfəkkürünü inkişaf etdirməsinə kömək edir. Misal üçün bu təlimdə hər ixtisasdan bir insan var. Misal mən psixologiya ixtisasının 1-ci kurs tələbəsiyəm. Mənim fikirlərim tamam psixoloji bir yönümlüdür. Siz də ədəbiyyat müəlliməsiniz. Siz daha çox poetik cəhətdən yanaşırsınız. Yəni hər kəsin öz ixtisasına uyğun yanaşmasının olması çox gözəl bir şeydir ki, insanlar bir-birindən necə deyim, diskussiya metodu ilə öyrənməsi çox gözəldir. Doğrudur, doğrudur. Hər ənin çünki yanaşma tərzi fərqlidir. Nə qədər də olmaya, bəli, doğru vurğuladınız onu. Burdan hər ixtisasdan var, hər sahədən var. Hərənin fikri, belə deyək də, yəni öz ixtisasdan asılı olaraq da dəyişir. Təbii ki, bura ixtisasın da müəyyən şəkildə təsiri var. Hərədən bir şey öyrəndik, fikirlərimizi bölüşdük, müzakirələrimizi apardıq. Mən düşünürəm ki, mənim üçün yadda qalan maraqlı təlim oldu. Bundan əvvəlki təlimlərimdə şükür, yəni heç bir problem olmamışdı. Bu da mənim yadımda qalan maraqlı bir təlim oldu. Çox bəyəndim, çünki bilirsiniz necə müzakirə olunan bir təlim həqiqətən də insanın yaddaşında qalır. Orada hətta aktiv şəkildə iştirak edənlər də insanın müəyyən yaddaşında qalır. Elə olur ki, məsələn, görüşürük də, əyani şəkildə təlimlər olur, görüşürük. O artıq adın deyəndə insan xatırlayır da ki, filan təlimdə filan iştirakçı siz idiniz. Yəni belə. Mən dəyərli fikirləriniz üçün və ən başda da iştirakınız üçün, təlimdə iştirakınız üçün çox-çox minnətdaram sizə. Çox maraqlı bir təlim keçdi. Eyni zamanda maraqlı fikirlərinizi bölüşdünüz. Məndən çox siz danışdınız. Öz fikirlərinizi bölüşdünüz. Mənim üçün çox maraqlı oldu, yadda qalan oldu. Yenə deyirəm, ümid edirəm sizin üçün də belə oldu. İnşallah yeni bir təlimdə, yeni maraqlı bir mövzu ilə yenidən görüşərik, yenidən qarşılaşarıq. Bəlkə əyani, bəlkə yenidən onlayn olar, bilmirəm, amma yenidən inşallah maraqlı bir təlimdə yenidən görüşərik. Həqiqətən də hər biriniz, mən düşünürəm ki, və hər birinizin də danışıq tərzindən bu məlum oldu ki, öz belə deyək də, yəni ixtisasında, öz işində müəyyən şəkildə bir zirvəyə çatmış, peşəkarlaşmış insanlarsınız. Ümid edirəm hər birinizin yolu açıq olar, hər birinizin yolu daim uğurlu olsun, daim yenilikli, daim inkişafçı olaq, daha çox belə deyək, bir-birimizə dəstək olaq biz müəllimlər, belə deyək, eyni zamanda burada olan psixoloqlar, bizim hər birimiz bir-birimizə dəstək verərək, bir-birimizlə əllə tutaraq məncə daha yaxşı yeni bir cəmiyyət yarada bilərik. Həmçinin təhsilimizə də çox xeyirli olar. Ümid edirəm bundan sonraki təlimlərdə də görüşərik. Belə. Başqa sizin mənə deyəcəkləriniz?
Çox sağ olun, Var. təşəkkür edirik xoş sözlər Təşəkkür üçün. edirəm. Çox Qarşılığınızdır. sağ olun. Xoş Düşünürəm ki, oldu. hamı razı qaldı. Onlayndan oradan izləyirdik təbii ki. Daha burada da təbii ki, onlar hər biri siz o təklifinizlə belə deyək, bu müasir mövzunu işıqlandırmağınızla daha da hər birimizə xoş oldu. Təşəkkür edirik. Bəli, mən sizinlə yanaşı bu təlimdə fikirlərini bölüşən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Həqiqətən mənim üçün də çox mükəmməl bir təlim oldu. Çox sevindim. Səma xanım, ümid edirəm siz də ixtisasınızda artıq sırf ad soyadınızla tanınan ixtisaslaşmış bir psixoloq olarsınız. Çünki fikirləriniz, eyni zamanda diksiyanız çox mükəmməldir. Təşəkkür edirəm diqqətiniz üçün. Həqiqətən bu mənim üçün çox önəmli cümlələr oldu. Çox sağ olun. Belə, Xədicə xanım. Günel xanım, ilk öncə sizə təşəkkür etmək istəyirəm. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm və hər fikrini bildirən hər bir iştirakçıya təşəkkür edirəm. Dəyərli fikirləriniz üçün çox sağ olun. Belə. Mən də intellektlə bağlı öz fikrimi bildirib təlimi yekunlaşdırmaq istəyirəm. Bugün biz sizinlə süni intellektin təhsil dünyasının necə kökündən dəyişdiyini və bizə necə təqdim etdiyinizi sonsuz imkanları birlikdə nəzər saldıq. Unutmamalıyıq ki, süni intellekt sadəcə kodlardan və algoritmlərdən ibarət deyil. O bizim ən böyük köməkçimizdir. Şagirdlərimizin fərdi ehtiyaclarını anlamaq üçün bir güzgüdür. Təhsilin əlçatanlığını təmin edən bir körpüdür. Texnologiya nə qədər inkişaf etsə də təhsilin ürəyi hər zaman insan olaraq qalacağına inanırıq. Süni intellekt müəllimin yerini tutmaq üçün deyil, müəllimləri daha çox yaradıcılıq yaratmaq üçün, daha çox dərin təsir etmək imkanı qazandırmaq üçündür. Gəlin bu texnologiyanı qorxu ilə qarşılamayaq, daha maraqla qarşılayaq. Çünki gələcək süni intellekti idarə edən və onun insan zəkasına xidmət verən təhsil fədaillərindən. Diqqətiniz üçün təşəkkür edirəm. İnşallah bu yolda gələcəyimizi birlikdə daha ağıllı və daha insani qılaq. Diqqətiniz üçün təşəkkürlər. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm. Sizin də gecəniz xeyrə qalsın. Görüşənə dək Allah'a emanet. Sağ olun. Çox sağ olun. Gecəniz xeyrə, çox sağ olun.